Mifologiya insanın hansı zərurətlərindən yaranmışdır? Mifologiya qədim insanın tarix anlayışıdır desək, nə qədər səhvə yol vermiş olaraq. Çünki mifologiya hər yerdə və həmişə yarandığı dövrün öncəsində baş verənlərdir. Məsələn, tufan mifi sanki tufandan sağ çıxan insanın xatırladıqlarıdır. Mifologiyaya aid mətnlərin qədim məbəd xarabalıqlarından tapılması bizə onu deməyə icazə verir ki, mifologiya həm də qədim insanın dinidir. Mifin qısa tarixi kitabının müəllifi Karen Armstrongun da dediyi kimi, mifologiya və din bir-birindən ayrı anlayışlar deyildir. Mifologiyaya Neandertal insanın dini də demək olar. Çünki bugünkü dinlərdə var olan bir çox ayinlərin, ritualların izlərinə arxeoloji qazıntılar zamanı Neandertal insanların yaşayış məskənlərində də rast gəlinir. Məsələn, qurban vermə, ölümsüzlüyə yola salma və s. kimi ayinlər. Qədim insan üçün miflər, daha sonra tanrılar teoloji varlıqlar deyildi. Həyatın içində olan, insanların hər işinə qarışan fövqəl güclər hesab olunurdular. İnsandan güclü idilər, amma insanın düşməni deyildilər. Günümüzdə isə mif dedikdə gerçək olmayan bir şeydən danışırıq. Halbuki mif qədim insan üçün gerçəkliyin başqa bir forması idi. Və bu formanı yaradan Rus alimi Yakov Kolosovskaya görə insan təxəyyülü idi. Yəni, yalnız insana məxsus olan obrazlı düşüncə tərzi. Biz bugün də təxəyyülün gücündən istifadə edərək yoxdan nələrsə yaradırıq. Hər mədəniyyətin miflərində görülən ortaq özəllikləri nəzərə aldıqda miflərin əsasən 4 qrupa bölündüyünü söyləyə bilərik. Birinci sinif miflər kosmosun və ya kainatın yaranması haqqındadır. İkinci sinif miflər antropogoniya və ya insanın necə yaranması haqqında olan miflərdir. Yaradılış mifləri deyilən üçüncü sinif miflər ilk insanın yaranması ilə ortaya çıxan demoqrafik vəziyyət, evlilik, köç, tərbiyə, qəhrəmanlıq kimi mövzularla əlaqəli olan miflərdir. Dördüncü sinifə aid edilən təqvim mifləridir ki, zamana aid məsələləri ifadə edir. Din tarixçisi Rudolf Otto insanlığın həmişə göy üzü ilə maraqlandığını, yerdə baş verənlərin səbəblərinin göydə olduğunu zənn etdiklərini qeyd edir. Digər din tarixçisi Mircea Eliade yazır ki, qədim insan göy üzünün daşdan, nəhəng qayadan ibarət olduğunu düşünürdü. Bu da meteoritlərin düşməsi ilə bağlı idi. Özünü, tanrısını daşla ifadə etmək fikri də göy üzündən düşən meteoritlərlə bağlı idi. İnsanlığın ilk müqəddəsləri də bu meteoritlər idi. Meteoritlərə tapınmaq ayinləri bu gün də bəzi dinlərdə qorunub saxlanılır. Mif yaradıcılığı sonsuz bir prosesdir. Biz də bugün gələcəyin miflərini yaradırıq.